Əməkdaşımız Habil Aslanoğlu hazırda Ballıca kəndindədir. Bizə bugünkü köçlə bağlı məlumatları təqdim edəcək. Hər vaxtın xeyirli olsun Habil. Köç karvanı çatıbmı? Ballıcada əhalinin daimi məskunlaşması üçün yaradılan şərait necədir? Buyur səndən eşidək. Salam Gülşən, bəli, biz hazırda Xocalı rayonunun Ballıca kəndindəyik. Sizin də qeyd etdiyiniz kimi bugün bura Ballıca kənd sakinləri növbəti köç edir. Yəni 15 ailə, 68 nəfər bugün uzun illərdən sonra öz dədə-baba torpağında əbədi olaraq məskunlaşacaq, yerləşəcək və yaşayacaq. Çünki bunun üçün bildiyiniz kimi Azərbaycan dövləti onların talan olmuş, yəni viran qalmış bütün evlərini təmir eləyir, bərpa eləyir və ailələrin burada yerləşdirilməsi üçün, öz evlərində daimi yaşaması üçün bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanır. Qeyd edim ki, yenə də bura bugün 15 ailə, 68 nəfər gəlir və ümumilikdə isə bu rəqəm bugünədək 172 ailə, 811 nəfərdir ki, artıq Ballıca kəndində məskunlaşıb, öz dədə-baba yurduna, öz evinə köç edibdir. Gülşən, onu da qeyd edim ki, bugün təkcə Ballıca kəndinə deyil köç, Ağdam rayonunun Sarcalı kəndinə də köç var. Sarcalılar da artıq öz dədə-baba evində yaşamaq üçün yenidən öz torpaqlarına qayıdır. Bu da bütün vəsait, bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanır. Hər iki yaşayış məntəqəsində geri dönən soydaşlarımızı Ballıca kəndində, Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonları üzrə Azərbaycan Respublikasının prezidentinin xüsusi nümayəndəliyi qarşılayacaq mənzillərin açarlarını təqdim edəcək və onların yerləşməsi üçün zəruri tədbirləri görəcəkdir. Ağdam rayonunda isə qaçqın və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi ilə yanaşı, eyni zamanda Ağdam Füzuli rayonları üzrə Azərbaycan Respublikasının prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları da onları qarşılanmasında, mənzillərin açarlarının təqdim olunmasında və eyni zamanda yerləşdirilməsində və zəruri tədbirlərin görülməsində öz işlərini görəcəklər. Gülşən, hazırda çəkilişlərimiz davam edir. Yenə də qeyd edirəm ki, hələ də Ballıca kəndin sakinləri bura çatmayıblar. Yəni artıq onlar işğaldan azad olan ərazilərdədir, yoldadırlar və onlar bura çatdıqdan sonra daha geniş reportajı xəbərlərimizin növbəti buraxılışlarında izləyicilərimizə çatdırmağa çalışacağıq. Gülşən, bizdən bu qədər, söz səndə. Təşəkkürlər Habil. Xatırladım ki, bizimlə bağlantıda xüsusi müxbirimiz Habil Aslanoğlu idi.